Bakı deməli metrosunda sahildən içəri şəhərə deməli keçmiş bu Baksovet metrosuna gələn. Bunun əvvəlki vəziyyətidir. Xatırlayırsınız, həmişə gəlib burada qatarlar dayanırdı, sonra geri qayıdırdı. İndi deməli növbəti slaydda biz cari vəziyyəti göstərdik. Deməli yeni vəziyyətdə isə bax burada o qatar gözləyəcək və dönmə kamerası olacaq və beləliklə ehtiyat qatar buradan təzədən geri qayıdacaq və beləliklə proses daha sürətlə həyata keçiriləcək. Və bu metroda dediyimiz kimi hələ 10 əlavə stansiya, biz növbəti slayda keçə bilərik. Təsəvvür edin ki, 10 stansiya ilə yanaşı həm də nə baş verir? Biz belə deyək də, digər stansiyalar Dərnəgüldə də, sahildə, Həzəslanovda, deməli içəri şəhər stansiyalarında etdiyimiz rekonstruksiya işlərindən sürəti artırırıq. Bu isə bizim deməli mikromobillik zolaqlarıdır. Burada gördüyünüz kimi artıq təşkil olunmuş zolaqlardan biz danışırıq. Hardasa 50 kilometr təşkil olunmuş mikromobillik zolaqları var. Ən böyük birisi ki, Neftçilər prospektidir, sonra Cavid prospektidir, Parlament prospektidir. Bu qırmızı xəttlər isə deməli planlaşdırılan mikromobillikdir. Və ümumilikdə mən sizə deyim ki, hal-hazırda Bakı şəhərində 5000-ə qədər skuter var. 2200-dən çox velosiped var və bütün bunların hamısının parklanma imkanları var. Və mikromobillik artıq bizim şəhərimizin mərkəzindən gedir söhbət. Nəqliyyatın 12%-ni təşkil edir.